Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycanımızın gözəl güşəsi olan Mingəçevir şəhərimizdə gözəl bir konsertdəyik və təbii ki, biz Gəncə Dövlət Filarmoniyasının kamera orkestri olaraq bu konsertdə iştirak etməyə gəlmişik. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu günləri Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası növbəti qastrol səfərindədir. Bugünkü səfərimiz Mingəçevir şəhərində Heydər Əliyev mərkəzində təşkil olunmuşdur. Böyük bir kollektivimizlə tamaşaçıların görüşünə gəlmişik. Bizim üçün çox xoş oldu. Çünki biz bugün çox gözəl klassiklərin musiqilərini dinlədik, çox gözəl musiqilər eşitdik. Bugün burada keçirilən konsertdən çox böyük zövq aldıq.